Sənə sevgimi edim etiraf. Yaxına gəl, sözümə bax. Niyə eləyirsən ehtiyat? Əlini ver, gözümə bax. Sənə sevgimi edim etiraf. Yaxına gəl, sözümə bax. Niyə eləyirsən ehtiyat? Salam, sabahınız xeyir olsun, sabahlarımız xeyir açılsın dəyərli izləyicilər. Hər kəs salamlayıram. Və nə edirik bugün? Hər zaman olduğu kimi verilişimizi dolu-dolu başlayırıq. Sevgi ilə, bol ruzili, bərəkətli günlə başlayaq deyirik və sizin elə günləriniz hər zaman olduğu kimi gözəl keçsin. Gününüz, həftə sonunuz bolluqla, bərəkətlə keçsin deyirik və sabahlarınız hər zaman xeyirli olsun dəyərli izləyicilər. Bugün studiyamız yenə dolu-doludur. Bugün çox dəyərli, biri-birindən dəyərli qonaqlarımız var və bugün bir məsələ, bir maraqlı məqam müzakirə olunacaq. Deməli, bizim xanımlarımız, bugünkü mövzumuz ondan ibarətdir ki, sonuncu dəfə özünüzə nə zaman vaxt ayırmışsınız? Bir günü sonuncu dəfə özünüzə həsr etdiyiniz nə zaman olub? Buyurun, bizim WhatsApp nömrəmiz aktivdir. WhatsApp nömrəmizə yazın. 055 482 04 60 yazın, görək son dəfə özünüzə nə zaman vaxt ayırmışsınız. Və elə bu məqamda keçirəm studiyamızın dəyərli qonağına. Bugün studiyamızın qonağı səhnələrin sevilən xanımı, xanım xatın görünüşü olan, sevilən ifaçı, ifaları yaddan çıxmayan, qulaqlarda qalan, zövq oxşayan çox dəyərli bir xanımdır. Lətafət İslam qızıdır bugün qonağımız. Xoş gördük sizi studiyamıza Lətafət xanım. Mikrofonunuz var, narahat olun, buyurun. Hər kəsi salamlayıram mən də, gününüz aydın olsun. Tamaşaçıları salamlayırıq, siz də bizim dəyər verdiyimiz aparıcılardansınız. Təşəkkür ederiz, həqiqətən mən dəvətiniz üçün də təşəkkürümü bildirirəm, minnətdarım. Az sonra yenidən danışaq, yenidən müzakirə edək. Təşəkkür edirik Lətafət xanım, xoş oldu elə sizi studiyamızda görmək. Təşəkkür. Bu məqamda hər zaman bizim çayımız olmasa, bir qəhvəmiz olmasa, deyirik ki, söhbətimiz başlamaz. Nə edirik? Elə biz çayımız hazırdır. Çay dəmləyirəm, dəyərli izləyicilər. Sonra keçirik bizim gözəl mövzularımıza. Az öncə qeyd etdiyim kimi WhatsApp nömrəmizə yazın. Sonuncu dəfə nə zaman özünüzə vaxt ayırmışsınız? Nə zaman bugün mənim günümdür, bugün hər şey bir kənarda qalır dediyiniz gün olub. Mənə çox maraqlıdır, heç mən unutmuşam nə zamanı, hansı günü, bir gününü özümə tam həsr etmişəm. Elə istəyərəm ki, görək mənim dəyərli izləyicilərim, bizi xanımlarımız izləyir, xanımlarımız bəyənir. Xanımlarımızın diqqətini daha çox çəkir. Bizim burada verdiyimiz maskalar, diyetalar, o reseptlərimiz daha çox diqqət çəkir. Elə deyim ki, çayımız nə etməsin, qaynamasın. Və bizim qonağımız gəlir, növbəti dəyərli qonağımız olacaq. Bugün ancaq musiqi olacaq, bugün səmimi söhbətlər olacaq. Elə gününüzü gülərlə hər zaman olduğu kimi, bugün də tam pozitiv, tam sevgi dolu, gözəl məsləhətlər və sizin dəyərli məsləhətlərinizi də eşitməyə təbii ki, hər birimiz ayrı-ayrılıqda hazırıq. Qonaqlarımız da məndə dəyərli izləyicilər. Necə başlayıb Lətafət xanımın səhəri? çox gözəl başlayıb. Şükür Allahın böyüklüyünə və bugün bura gəlmişəmsə, mənim üçün nə xoş. Deməli, mənim sabahım daha gözəl başlayıb, daha gözəl açılıb. Və dəyərli izləyicilər, bugün musiqi gözəl, bugün qonaqlar dəyərli. Keçirəm elə qonağımızı təqdim edim. Azərbaycan musiqisinin incilərindən olan bugün xanəndə xanım bizlə qonaqdır. Bizim studiyamızın qonağıdır və əsl muğam, əsl musiqini bugün hiss edəcəyik. Bugünkü qonağımız Aytaç Süleymanlıdır. Aytaç xanımı dəvət edək efirimizə, studiyamıza. Aytaç xanım xoş gəlib, səfalar gətirib. Xoş gəlmişsiniz Aytaç xanım. Hələ Aytaç xanımla mən dünən danışanda dedi ki, Gülər xanım, mən sizi studiyaya çox yaxın qalıram, heç narahat olmayın, mən ən tez orada olan qonaqlardan olacaq. Xoş gördük Aytaç xanım. Təşəkkür edirəm, xoş gördük. Niyə 5 dəqiqə də olsa, 3 dəqiqə də olsa gecikdiniz? Elə
Elə arxayın oldunuz ki, mən yaxınam, tez çataram. Elə onunla başladı. Elə gəlsin Aytaç xanımın bir gözəl ifası. Elə ifa ilə giriş edək, dəyərli izləyicilər. Bu məqamda mən də çayımızı hazır edim. Başlayaq. Möhtəşəm. Təşəkkür edirik. Səsinizə, ürəyinizə sağlıq deyirik. Çox sağ olun. Çox gözəl giriş oldu. Elə baxma gözlərinə göz dəyir. Elə hər birimiz Allah gözdən, nəzərdən uzaq eləsin deyirik. Amin inşallah. Xoş gördük sizi bir daha studiyamızda. Təşəkkür edirəm. Çox Sabahınız xeyir olsun. ilə gəldi. Sabahlarınız xeyir açılsın. Təşəkkür edirəm. Hər kəsin günü uğurlu olsun. Bizə baxan tamaşaçıların hər kəsin sabahı xeyir olsun. Günləri xoş keçsin, ruzili bərəkətli olsun, düşərli olsun. Çox sağ olun dəvətiniz üçün, təşəkkür edirəm. Biz də təşəkkür edirik. Da salamlayıram. Çox sağ olun. Elə dəvətimizi qəbul etdiyiniz üçün. Necə başlayıb Aytaç xanım bugünkü sabahınız? Bugünkü sabahım sizin verilişə gəliriksə... Sabah ritminiz necədir? O necə başlayır, nələrdən nələrə keçid edirsiniz? Əslində yuxudan oyanmaqdan asılıdır. Yuxudan əgər yaxşı oyanıramsa, həmin günüm yaxşı keçir. Bütün günü yaxşı keçir. Yox, əsəbi oyanıramsa və yaxud da belə pis oyanıramsa, həmin günüm pis keçir. Olur bəzən insan elə bir ki, yuxuda sanki nəsə görür, yuxudan burada gərgin oyanır da. Çünki olur, olur. Sabah oyanmağımız bizi bütün günümüzü təyin edir. Səhər nə qədər xoş əhval-ruhiyyə ilə oyansan,
nə qədər yaxşı insanlarla qarşılaşsaz, Bəli, elədir. gün də o qədər gözəl keçir. Fikir verirsiniz, elə sualım hər iki qonağımızdadır. Səhər o filan kəs var qarşıma çıxmasın, onunla rastlaşmayım, ya tək mən eləyəm, var elə bir. Hamıda var. Var Əslində o hamıda. elə belə inancdır. Biz onu psixoloji olaraq Amma Məncə o bir birləşdiririk ki, enerjidir. İnancdan keçi artıq. Enerji. O bir batil inanc deyil. Mən düşünürəm ki, o bir enerjidir. Bu enerjisi təbii. pis olan, Pis negativ, insanlar negativ qarşımıza düşən çıxanda insanlar ki, qarşıma çıxır. O həmin günü yoxdur. Həmin gün unudulsun. Həmin günü yaşamamış zənn edirsən. Doğrudan da elədir. Mən keçim bizim gözəl reklamlarımızın vaxtıdır. Reklamlara ayrılırıq. Reklamlardan sonra gününüzü gülərlə dolu-dolu davam edəcək. Endim havuz başına, yarım çıktı danışma. Endim havuz başına, yarım çıktı danışma. Sevdan emni bilmezdim, o da geldi başıma. Sevdan emni bilmezdim, o da geldi başıma. Saçları sarışılı göz, gitme bayan sözüm var. Can alır bakışılı göz, benim sende gözüm var. Ay saçı sarışılı göz, gitme bayan sözüm var. Can alır bakışılı göz, benim sende gözüm var. Narın sabahlarınca saklarım saralınca, narın sabahlarınca saklarım saralınca. Cavan ömrüm sürüdü, senden cavan malınca. Cavan ömrüm sürüdü, senden cavan malınca. Saçlar sarışılı göz, gitme bayan sözüm var. Can alır bakışılı göz, benim sende gözüm var. Ay saçı sarışılı göz, gitme bayan sözüm var. Can alır bakışılı göz, benim sende gözüm var. Emmilerinde var çınar, çınarın altı kumar. Emmilerinde var çınar, çınarın altı kumar. Bugün ben seni gördüm, geldim eşkimle yamar. Oy bugün ben seni gördüm, geldim eşkimle yaman. Saçları sarışılı göz, gitme bayan sözüm var. Can alır bakışılı göz, benim sende gözüm var. Ay saçı sarışılı göz, gitme bayan sözüm var. Can alır bakışılı göz, benim sende gözüm var. Saçları sarışılı göz, gitme bayan sözüm var. Can alır bakışılı göz, benim sende gözüm var. Ay saçı sarışılı göz, gitme bayan sözüm var. Can alır bakışılı göz, benim sende gözüm var. Təşəkkür edirik Lətifət xanım, çox sağ olun. Ay, studiyamıza Lətifət xanım üçün gözəl çiçəklər gəlib. Təşəkkürümü İki dənə bildirirəm. çiçək gəlib. Bizim Pərvaz bəyin düşərli olub əli, güllərimiz dayanmır. Burada
düşünürəm ki, bu mənim olar, bu sizin olar. Rəng olaraq qırmızı, Təşəkkür rozalar edirəm. yəqin ki, sizə gələr. Çox sağ olun. Lətəf xanım, çox gözəl çiçəkdir. Təşəkkürümü bildirirəm. Çox gözəldir. Amma elə bu çiçək Aytaç xanımdan mənim olsun da. Hə, Aytaç xanım ikimizin Canım, olsun. mən bilmədim, digər Hə, xanım qonaq olduğuna görə ikimizin üzr olsun istəyirəm. bu çiçək ilə. Mən də sizə verim bu çiçəyi. Gözəl. Təşəkkür edirəm. Təşəkkür Buyurun. edirik. Gül-gülə yaraşar. Elə bütün xanımlarımıza gözəl çiçəklər yaraşır. WhatsApp nömrəmizi xatırladıram. Sonuncu dəfə nə zaman özünüzə bir gün ayırmışsınız? Dəyərli xanımlarımız, yazın bizə WhatsApp vasitəsilə və doğum günü təbriklərinizi, özəl gün təbriklərinizi bizim... Bəli, buyurun, buyurun. Şeylərə görə gözəl insana təşəkkürümü bildirirəm, minnətdaram. Yaxşı ki varsan. Təşəkkürümü bildiririk. Anonimdir. Gözəl insana təşəkkürümü bildir. Biz də çiçək üçün təşəkkürümüzü bildiririk. Çox sağ olsunlar. Elə bəylərimizə, xanımlarımıza diqqət göstərmək xüsusi yaraşıq verir. Çox sağ olsunlar deyir. Biz dünən ad günü SMS-lərimizi oxuya bilməmişdik. Nə edirik? Ad günü təbriklərimizi oxuyuruq. Və Azra balamızın 6 yaşı tamam olur. Gözəl bala Azra, təbrik edirik səni. Ata-ana üçün uğurlu, şanslı övladlardan olasan deyirik. Azra balanın təbrikindən sonra Süleymanın ad günüdür. Süleyman balamızın 9 yaşı tamam olur. Süleyman balanın ailəsində böyüklər, kiçiklər, nəvələr, hər biri ayrı-ayrı təbrik edir. Bir də özəl olaraq babası Həsən bəy təbrik edir. Biz də elə təbrik edirik. Şanslı övladlardan olsun, Allah qorusun deyirik. Burada bir dənə də sevgi etirafı var. Səni sevirəm Gültacım deyir, həyat yoldaşı. Allah hər zaman bir yerdə eləsin. Güman edirəm ki, elə Gültaş xanım da sizi çox sevir. Və çox gözəl sözləriniz var. Vüsal bəyin doğum günüdür. Vüsal bəyin 21 yaşı tamam olur. Onun ailəsi təbrik edir, anası. Mən Vüsalımı tək böyütmüşəm. Allah mənim balamı qorusun. Təbii ki, gözəl xanım, Allah sizin balanızı qorusun. Necə deyərlər, gözü dolusu görəsiz hər zaman, böyük kimi də elə yanında olasınız deyirik. Çox gözəl sözlərdir. Mən deyir, balamı tək böyütmüşəm. Allah sizə də can sağlığı versin. Xanımlarımızın bu qədər, bəli, biz də təbrik edirik və bizlər ana olaraq hər zaman övladlarımızın, hər zaman sevdiklərimizin yanında olmalıyıq və nə olursa olsun, illər keçsə də, uşaqlar böyüksə də, hətta bir anadan müsahibə götürürlər. Deyir ki, uşağım, axırda araşdırma gətirib nəticədə çıxardır ki, uşağım dediyinin 71 yaşı var imiş. Yəni, yaşlı xanım idi, çox 103 yaşı var idi, səhv etmirəmsə. Uşağım dedi, 71 yaşında necə uşağım, onun üçün, o ana üçün o hələ də o bələkdəki körpəsi kimi görünür. Elə mənim sualım bizim dəyərli qonaqlaradır. Sonuncu dəfə Aytaç xanım, siz nə zaman bir günü özünüzə həsr etmişsiniz? Yəni, bugün mənim günümdür, heç bir iş olmayacaq, ancaq özünüzü ayırasınız. Gözəl sabah açırıq, gözəl bir musiqi, telefonu kənara qoyuruq, sosial şəbəkələrə girmirik. Ancaq özümüz üçün gözəl bir musiqi ilə başlayırıq, bir 15 dəqiqəlik yürüyüş edirik. Sonra bir fincan çay, qəhvə, günü, ancaq günlük baxımlar, günlük rutinlər. Nə zaman etmişsiniz? Yaxın günlərdə eləmişəm əslində, 2-3 gün olar. Hətta, gözəl. Mən əslində boş vaxtlarımda ailəmə ayırıram həmişə. Ailəmlə birlikdə vaxt keçirirəm. Çünki o qədər toy, tədbir, ora, bura rayonlarda, ona görə evdə o qədər də üzümü görmürlər. Boş vaxtlarımda da boş vaxtımı onlara ayırıram. Yeməyə aparıram, görürsünüz, ailəm dediniz. Mən özünüzdən danışdım. Təbii ki, biz boş vaxt tapan kimi sevdiklərimizin yanına qaçırıq. Tək özümə ayırdığım. Bax, görürsünüz, mən özünüz dedim, siz ailə dediniz. Təbii ki, ailəmiz, bizim övladlarımız, bizim sevdiklərimiz önəmlidir bizim üçün. Ancaq tək özünüz üçün. Tək özüm üçün, yəni tək öz başıma elədiyim bir gün olmayıb. Hə, yəni bugün iş görməyəcəm, bugün telefonlara cavab verməyəcəm, bugün iş danışmayacam. Təbii ki, heç birini etməyəcəm, ancaq bugün mənim günüm olacaq. Günlük baxımlar olur, bir gözəl isti duş qəbul edirsiniz. Eləyirəm. Hə, yəni o bir günü tam olaraq özünüzə həsr edirsiniz.
Ölürəm. Təbii ki, evdə oluram və yaxud da bayırda oluram. Belə eləyirəm də mən əslində yorğun olduğuma görə evdə eləyirəm onları. Evdən sonra podruqalarımla, rəfiqələrimlə görüşürəm. Hə, onu tam özümə ayırmıram da. Tam özüm deyil o. Amma mən kinoya tək getməyi də özümə ayırmaq hesab edirəm. Tək bir tamaşaya getmək də insanın özü ilə baş-başa qalmağı, tam özünü dinləməyi. Mən inandırım sizi ki, bu statistikadır, deyir 3 aylıq insan istirahətinin yerini verir. Həmin o bir günü özünə ayırmağı. Yəni heç bir qayğını düşünmürsən. Sabah nə olacaq? Filan kəs, bəhman kəs, o qonşu, o qohum, nə bilim, bəzən var da bizdə belə bir şeylər ki, hər kəsin dərdini özümüzdə dərd edirik. Uşağın həkimə getməlidir. Özümüzdən başqa evin bazarlığı, gündəlik qayğılar. Ancaq bir gün özümüzə ayırdığımız halda bir 3 aylıq istirahət etmiş oluruq. Bəs siz necə Lətafət xanım? Mən bir şey deyim, bir ana olaraq, bir valideyn olaraq, iş xanımı olaraq demək olar ki, özümüzə zamanımız yoxdur. Bəli, yox. Ancaq iş, Allah bütün evlatları qorusun, onların gələcəyini addımlamaq. Ancaq biz özümüzə birinci yaxşı baxmalıyıq ki, biz özümüz xoşbəxt olmalıyıq ki, xoşbəxt edə bilək də. Yəni biz gərgin olun, nə qədər gülsək də, nə qədər danışsaq da, hər şey möhtəşəmdir. O bəzən olur da, hər şey möhtəşəm olmur. Ona görə biz özümüzə baxanda, biz özümüz xoşbəxt olanda, özlüyümüzdə, kiməsə ehtiyac duymadan xoşbəxt olanda, tək addımlayanda, hər kəsi, bəli, o tək addımlayanda, hər kəsi də xoşbəxt edə bilirik. Gördüyünüz kimi, 3 xanımdan heç biri bir gününü özünə ayırmır. Yəni, Aytaç xanım dedi ki, ailəmi ayırıram. Lətafət xanım övladını ayırır, sevdiklərini ayırır. Mən ümumilikdə heç bir kəsə vaxt ayıra bilmirəm. Çünki bu aralar günlərim çox dolu-doludur. Allah elimiz obamıza hər zaman toy qismət eləsin. Toylar, maşallah olsun toylarımız elə hər zaman toy olsun. Toylar biraz günlərimizi üst-üstə salır. Səhər efir, axşam toylar, istər-istəməz heç kəsə vaxt ayıra bilmirsən. Yəni, inanırsınız, açılışlar olur, dəvətlər, məndən kişi bincillər. Mən gedə bilmirəm, mən vaxt tapa bilmirəm. Zaman deyilən bir şey vardır, ayarlamaq olmur. Saat mənə çatmır. Mən düşünürəm ki, mən bu saat ərzində 24 saatın yuxu rejimini düşündüm. Bir gündəlik yuxu rejimi 8 saat. Mən indi 8 saat yatmağı xatırlamıram sonuncu dəfə. O qədər göz qırpımında keçir ki, yəni 8 saat normal yatırsınız yuxu, yəni olur elə hal. Mən yox, vallahi yox. Yəni 8 saat yatsaq hələ biz rejimin nə olduğunu bilmirik. 4 saat, 5 saat yatıram, mən yalan deyim. Olur, yəni son dönəmi mən bir 3 saatlıq yuxunun üstündə günü idarə edirəm. Ancaq işdən çıxırsan, gedirsən evə, bir dənə hazırlaşırsan, toy var, bir toya da getmək üçün nə qədər vaxt gedir, salon gedir, paltarlar, geyimlər, keçimlər. Ona görə istər bir də o qədər məclisi idarə etmək, ona da bir zehni olaraq yorğunluq var, fiziki yorğunluq var. Bunların hamısı... Ən azından bir məclisi 300 nəfəri idarə eləmək. Hətta sonuncu məclisimiz, maşallah olsun, 700 nəfərlik məclis idi. Çox gözəl məclis idi, çox hörmətli bir insan məclisi idi. Elə efirimiz vasitəsilə demək istəyirəm ki, Allah gözəl balalarınızı xoşbəxt eləsin. Ancaq o 700 nəfərlik məclisi idarə eləmək çox gözəl oldu. Çox pozitiv auralı insanlardır. Məclis çox gözəl keçdi. Az öncə Gülər xanıma deyirəm ki, elə üzünə görə demək olmasın. Deyirəm, sizin üzünə o qədər nur var ki, o qədər insanların sevgisinə, xoş siması var. Allah sizi var eləsin. Elimizdən, obamızdan hər birinizi var eləsin. Bəli, hər zaman toy olsun. Elə bizim aparıcılarımızın da, müğənnilərimizin də hər zaman elə başı toylara qarışsın deyirik. Nə edirik? Növbəti bir gözəl ifa eşidək. Aytaç xanımın gözəl bir ifasını eşidək. Daha sonra mövzularımız davam edir və siz WhatsApp nömrəmizə yazın. Növbəti dəqiqələrimizdə oxuyacağım ki, sonuncu dəfə nə zaman özünüzə vaxt ayırmısınız.
gece kövrəlmişəm mən. Sensiz bu akşam yadıma düşmesen sen, oh, yine bu gece. Sensiz bilmemişem baharı kışı, yağıp taleyime gəm yağışı. Sevince karışar gözümün yaşı, hasretin ocağı söner bu gece. Sensiz bilmemişem baharın kışı, yağıp kalemem yağışı. Sevince karışar gözümün yaşı, hasretin ocağı söner bu gece. Elim nece çatsın sana bu gece, yadıma düşmüsen yine bu gece. Elim nece çatsın sana bu gece, yadıma düşmüsen yine bu gece. Bir solan gülem sensiz yar bu gece. Seni severse ölürüm yine bu gece. Sensiz bilmemişem baharı kışı, yağıp taleyime gəm yağışı. Sevince karışar gözümün yaşı, hasretin ocağı söner bu gece. Sensiz bilmemişem baharı kışı, yağıp taleyime gəm yağışı. Sevince karışar gözümün yaşı, hasretin ocağı söner bu gece. Elim nece çatsın sana bu gece, yadıma düşmüşsen yine bu gece. Elim nece çatsın sana bu gece, yadıma düşmüşsen yine bu gece. Sensiz bilmemişem baharın kışı, yağıp kalemime gəm yağışı. Sevince karışar gözümün. Möhtəşəm, Gözəl möhtəşəm. ifa. Səsinizə sağlıq olsun. Çox gözəl ifadır. Təşəkkür edirəm. Hardasa bəzi sözlər insanın üzünü güldürür, bəzi sözlər o başı Keçmiş tərpədən musiqilər var. Bəzi sözlər qəlbin o incə telinə toxunur. Heç kəsin gözü yolda qalmasın, könlü darda qalmasın deyir. Elə hər kəs sevdiyinin, sevdiklərinin yanında olsun. Amin inşallah. Mən bu mahnıya görə Elza xanıma dərin təşəkkürümü bildirirəm. Efir vasitəsilə salamlayıram. Bu mahnını mən hardasa 3 il falan olar oxumuşum. 3 il öncə yazılıb. Elza xanımın ən çox sevdiyim əsəridir bu mahnı. Doğrudan da çox Çox möhtəşəm qəşəng əsərdir, mahnıdır. bəli. Mahnılarının içində ən şedevrı deyərdim ki, elə budur. Onun bir mahnısı da var, düşünmək ki, axtarmıram. Axtarmıram. Onu da ifa eləmişəm. Elə irəliləyən saatlarda istəsəz onu da ifa eləyə bilərəm burada. Düşünmək ki, axtarmıram, çox O mahnısını da gözəldir. çox sevirəm. Elə ən çox xoşuma gələn mahnılarını oxumuşam. İndi bir dənə də mahnısı var, onu da istəyirəm əslində. Məncə Elza lazımdır. xanım, Elə ilk Çox sağ yeniliyi də olsun. Həqiqətən də bizim gənclərə vasitəsilə səsləndirərik. dəstək olur. Çox sağ olsun. Mən bu mahnını istəyəndə heç tərəddüd etmədən dedi ki, nəinki bu mahnı, bütün mahnılarımı sənə icazə verirəm oxumağa. Ondan sonra mən də oxudum. İnşallah ki, indi növbəti mahnısını da elə fikirləşirəm ki, heç bir
söz deməz, deyər ki, Əlbəttə oxu. ki, inşallah elə o bir mahnılarda Gözəl ki, bu ifa olsa- ifa kimi sevilər, yadda qalar. İnşallah. Çox gözəldir. Bəs repertuar seçərkən elə sualım hər iki qonağa da ən çox nələrə fikir verirsiniz? Yəni sənətin özəlliyinə ya cəmiyyətin zövqünə? Bu dəqiqə ən çox cəmiyyətdə indi belə bir söz deyim, publika lirikaya yox, digər şən mahnılara üstünlük verirlər. Burada mən də Ruslan bəyə də təşəkkürümü bildirirəm, aranjmansımız, gözəl bəstəkarımız. Bu dəqiqə, yəni xanım da vurğulayır. Səfəroğlu? Yox, digər Ruslan dostumuz. Yəni ki, ən çox bu dəqiqə şuh mahnılar. 6-8 deyilir daha çox bəli, mahnılar. 6-8 6-8 mahnılar daha çox sevilir. O da insanların zövqləri müxtəlifdir. Yəni 90% insanlar var ki, onu sevir. Müraciət edirsiniz? Təbii ki, eləyirəm. Eləyirəm, sadəcə olaraq elə eləyirəm ki, çərçivədən çıxmadan. Bəli, bəli. Mən çünki əsasən xalq mahnıları ifa elədiyimə görə mən ustadımı salamlayıram. Sevinç xanım Sarıyevan, əməkdar artistimiz. Gözəl insan. Onun da mənim üzərimdə gözəl əziyyəti insanlar. danılmazdır, Dəyərli böyükdür. xanımdır, biz də Çünki xatırını çox istəyirik. mən həmişə deyirəm, bütün efirlərdə də deyirəm, bu gün mənim Aytaç Süleymanlı olmağımda ən böyük imza rol onundur. Bəli, bəli. Çünki bəlkə də mən onu tanımasaydım, indi mən də bəlkə də qıraqda qalmışdım. Düzdür, istedad elə bir şeydir ki, onu nə qədər Güclü sıxıb olsa bağlasan üzə da o çıxar. özünü biruzə verir. Hardan olsa çıxır üzə. İstedadın ortaya çıxmağında Bəli. bir səbəbkarlar olmaq o daha gözəldir. Çox sağ olsun Sevinç xanım da ki, səbəbkar oldu. Bu sənətdə mənim irəliləməyimə kömək oldu. Yəni nə demək istəyirəm? Mahnı seçimində isə ən çox özüm qərar verirəm. Yəni repertuarı özünüz Repertuarı seçirsiniz. bəli, özüm seçirəm. Amma Sevinç xanımın da rolu olur. Təbii ki, bayaq ifa etdiyim Elə baxma mahnısını Sevinç xanımla birlikdə qərarlaşdırıb oxumuşuq. Əslində Çox biz onu gözəl duet mahnı. oxumuşuq. Bəli. Duet oxuduğumuzdan da əlavə tək-tək də oxumuşuq. Yəni onu Sevinç xanımla məsləhətləşmişik, amma belə mənim mamam da, bizdə evdəkilər də incəsənət insanlarıdır. İncəsənət Universitetini bitiriblər. Atam da, anam da. Atam da qarmon Artıq ifaçısıdır. bir kökdən gələn var da, Bəli. bir istedad var öz Ona görə sözündə də deyir. yəni onlarla da məsləhətləşirəm. Mamam vaxtilə xanəndə olub. İncəsənət Nə gözəl. Universiteti oxuduğu vaxtlarda. Elə o istedad da ananızdan keçir. Atam da hal-hazırda musiqiçidir, qarmon ifaçısı, birlikdə el şənliklərinə gedirik. Nə gözəl. Məsləhət alanda onlardan da alıram. Amma ən sonda öz qərarımda qalıram. Nəticə. Onların da fikrini eşidirəm, amma ən sonda öz qərarımda Yəni o qalıram. insan qəlbdən nə istəyirsə, nə hiss Bəli, edirsə. elədir. Bu gün deyirlər ki, bayağı mahnılar deyilən bir şey var. Əslində bayağı sözü yoxdur. Bayaqlaşdırılmış mahnılar Bəli, var. bəli. Elə bir mahnı var ki, onu elə ifa bayaqlaşdırılır. eləyərsən ki, o qulağa çox xoş gəlir. Elə də mahnı var ki, üzr istəyirəm ifadəmə görə onu da zövqsüz insanlar qulaq asır. Əslində insanın bu anına görə musiqi zövqü dəyişir. Mən düşünürəm ki, bəzi məqamlar var ki, orada toyda o şənlənmək istəyir də hər kəs. Toyda istəyirsən ki, şən mahnılar olsun. Təbii ki, hər kəs istəyər ki, nə toyda qədər şənlənsin. toyda çox getmir də, ağır mahnılar yüklüyür insanları. Biraz da toy, şənlik istər-istəməz yüklənməsin deyə daha çox belə musiqilərə, bu 3 not üzərində yazılan musiqilərə daha çox önəm verirlər. Ancaq bir həqiqət də var ki, istənilir, sevilir, dinlənilir. O amma hər kəsə aid deyil. Elə Təbii toylar ki. var ki, məsələn, Yox, gedirsən, təbii orada ki, ancaq bəzi muğam toylar, istəyirlər. bəzi toylara bəzi aiddir. toylara aiddir, bəli. Qarabağ bölgəsində hansı toya gedirsən, orada deyərdim ki, toyun 2-3 saatını insanlar oynayır. Qalan saatları muğamla ancaq. Gözəl. Ancaq muğam oxunur, savadlı musiqilər oxunur. Dinləyicilər də baxırsan ki, savadlı dinləyicilərdir, Yəni zövqlü muğamı bütün dinləyicilərdir. bölgələrimizdə sevirlər, bütün Sevilir, amma bölgələrimiz ora qədər sevilmir. dinləyir. Biz- Bəli, mən şəxsən bir Fərs bölgəsində yer var, bizdə bir də zona sevilir. var ki, orada daha çox sevilir, daha çox Bəli. dinlənilə bilir. Yəni ola bilər ki, o muğama olan sevgidir, muğamı daha yaxşı bildikləri Bəli, üçündür. elədir. Ona görə yəni hər bölgədə o muğam dinlənilir, sevilir, ancaq Qarabağ zonası qədər yox, təbii ki, dinlənilmir. Məsələn, qərb zonası aşıq havasını sevir. Bəli, bəli. Tovuzlu, digər Qazax zonası aşığa daha önəmli verirlər. Məsələn, Qarabağ zonası muğama. Ha, ora elədir. Aşıq havasında mən son dönəm
aşıq musiqilərin dinləyəndə baxıram mən sözlərini bilirəm, amma necə bilirəm, harda qulaq asmışam, yadda qalır. Hə, bu məndə qulaq yaddaşı ilə bunlar necə yadımda qalıb. Ancaq uşaqlıq dönəmində bizdə muğama qulaq asanda valideynlərimiz, böyüklərimiz dəyiş deyirdi. İndi amma yox, muğamı dinləyirik. İndi muğamı dərk eləyirik, indi hiss eləyirik. Aşıq mahnılar olsun. Aşıq mahnılarını. İndi istedadlı gənclər də çoxalıb. Bəli, istedadlı gənclər bizim elektrimizdə nə qədər istedadlı gənclərimiz var. Yəni, o qədər gözəl istedadları var. Onlara fonoqram ifa lazım deyil. Hətta hər biri çıxışda təşəkkür edir. Sonra deyir, Gülər xanım, çox xahiş edirəm, gələn səfər mən canlı ifa etmək istəyirəm. Bir qonağımız da oldu ki, heç onun fonoqram yazısı yox idi. Ancaq canlı ifa etdi. Bəli, çox gözəl səsi var idi. Elə bizim o məqama çatmışkən gənc istedadlarımıza da səslənim və bizim Kanal S ailəsi olaraq hər zaman gənclərə dəstəyimiz olub, var və olacaq dəyərli izləyicilər. Gənclərə dəstəyimizi davam etdiririk, seçimlər gedir. Bizim növbəti həftəmizdə o seçimlərdən biz istedadlı gənclərimizi efirimizə çıxardacaq, efirdə olacaq və o məşhur qonaqlarımızla çox tanış olmaq istəyirik. Gülər xanım, biz məşhur qonaqla istəyirik. Təbii ki, istəyirsinizsə o gözəl səslə, o gözəl istedadla elə biz də sizi növbəti həftə dəvət edəcəyik və uzaqda, yaxında, şəhərlərimizdə, bölgələrimizdə olan istedad olanlar, fitri istedad olanlar, əl qabiliyyəti olanlar, istedadı olanlar deyəndə hər dəfə sual verirsiniz ki, səsimiz olmalıdır. Yox, istedad tək səs deyil. Bütün istedadlı gənclərimizə səslənirik ki, bizim WhatsApp nömrəmizə yazın, video kadrları göndərin, biz də onları komanda olaraq araşdıraq, dəyərləndirək və sizi efirimizə dəvət edək. WhatsApp nömrəmizi xatırladıram, 055 482 04 60. Gəlsin bir gözəl ifa. İfadan sonra söhbətimizi davam edək.
Təşəkkür edirik. Çox sağ olun. Allah səsinizə, necə deyərlər, boğazınıza sağlıq versin. Yəni, mən indi bu saat onu hiss eləyirəm, Aytaç xanımda da hiss eləyirəm. Olur aradakı bu xroniki öskürmələr olur, boğaz quruluğu olur. Bizim növbəti həftələrimizdə gözəl bir həkimimiz var, Laqapet xanım, onu dəvət edəcəyik. Elə bizim bu uşaqlarımızda olan qüsurlar, problemlər barədə danışsın. Elə mənim özümə də hamıdan çox birinci mənə lazımdır. Çünki efir adamıyıq. İstər-istəməz, hələ bugün də mən yollanıram bizim gözəl bölgələrimizdən birinə. Gözəl el şənliyimiz var, onu idarə etməyə. Düşünürəm ki, səsim daha yaxşı olacaq, düzələcək. O məqamı yaxşı gedib çata biləcəm. Və sosial şəbəkələrdə yazılan tənqidlərdən danışmaq istəyirəm. Bu sosial şəbəkələrdə yazılan tənqidlər sizləri, istər elə Aytaç xanım, Lətafət xanım, sizləri motivasiya edir, ya ruhdan salır? Yox, İstər-istəməz nə etsən də, suyun üzü ilə də getsən, suda üzsən də, bir irad tutulur, bir tənqid gəlir, istər-istəməz. Onlar necə təsir edir sizə? Valla demək olar ki, heç fikir vermirik, önə addımlayırıq. Çünki biz orada dayansaq, onunla gərək önə addımlamayıq. Yəni, motivasiya verir də, ruhdan salmır sizi. Yox, heç vaxt. Elə məncə də ruhdan salmamalıdır. Aytaç xanım, sizdə necə? Xoş sözlər təbii ki, motivasiya eləyir. Pis söz yazanları da ki, göz qabağındadır. Sözlərdən də elə motivasiya almaq lazımdır ki, haradasa danışılırsansa, deməli varsan, prinsipli deməli olmaq lazımdır. Əgər danışılırsansa, demək ki, sən deməli varsan və haradasa kiməsə azacıq da olsa qısqanclıq hissini yaşatmısan ki, oradan sənə tənqidlər yazılır deyirik. Ay, nə gözəl sözlər var. Xanımlarımız çox gözəl vaxt ayırır özünə, amma bəzi xanımlarımız da yazır ki, heç mənim bir dəqiqə olsa vaxtım yoxdur. Deməli, bizim sualımız sonuncu dəfə nə zaman özünüzə vaxt ayırmışsınız? Xanımlarımız yazır ki, Gülər xanım, 3 uşaq anasıyam, bir dəqiqə də olsun, heç özümə ayrası vaxtım yoxdur. Allah saxlasın övladlarınızı deyirik. Amma adım anonim qalsın. Təbii ki, necə ürəyiniz istəyir, elə də olsun, qalsın. Amma Nərgiz xanım yazıb ki, həftədə bir gün mən özümə vaxt ayırıram. Nə rəfiqə, nə dost, nə də ki, ailə. Ancaq bir günümü özlüyümdə keçirdirəm, dəniz kənarına gedirəm, pilatesə gedirəm. Ay, nə gözəl idmanla da məşğul oluram. Çox gözəl bir şeydir. Yəni, bəzi xanımlarımızın özünə xüsusi vaxt ayırmağı, xüsusən özü ilə məşğul olmağı gözəl bir haldır. Ancaq bəzi xanımlarımız da deyir ki, qaynana, qaynata, 2 baldız, 1 qayım var. Gülər xanım, mən özümə necə vaxt ayırım? Yəni, sizcə özünə necə vaxt ayırsın xanım? Mən heç nə deyə bilmədim artıq. Sizcə o... Zaman ayıra bilməz. Vaxt ayıra bilməzsən. Məncə də heç o məqamda vaxt ayırmaq olmaz. Bizim geyimimizə görə təşəkkürümüz var. Baxın, nə gözəl libasdır, nə gözəl xanım xatın libasdır. Allegranın gözəl geyimi. Və dəyərli izləyicilər, Əntiqə xanıma təşəkkür edirəm. Lady Club'da Allegradır. Allegradır, gözəl. Lady Club'a təşəkkür edirik. Bugün bizim geyimlərimiz, bir məqamı xatırladım dəyərli izləyicilər. Anlaşılmamazlıq nədən irəli gəlir? Çünki bizim 2 dənə möhtəşəm mağazamız var. Hər ikisindən bizim geyimlərimiz gəlir. Olur Lady Club, olur Allegra. Bugünkü geyimimiz əsas nəticə olaraq Lady Club'dır. Lady Club'a təşəkkür edirik. Keçirik qonaqlarımıza təşəkkürə. Çox sağ olun deyirik hər birinizə. Gözəl çiçəklər üçün də təşəkkür edirik. Sağ olun, hər birinizə gözəl həftə sonu arzulayıram dəyərli izləyicilər. Yeni həftədə yenidən görüşmək ümidi ilə.